irsimiz, abidələrimiz, ənənələrimizdən gedirsə söhbət. İnklüziv istilikdə, bilirsiniz, inklüziv nədir? Cəmiyyətin bütün fərqləri, uşaq, böyük, kiçik, fiziki məhdudiyyəti olan insanlar da hamısı inklüziv yanaşma, bərabər yanaşma. Cəmiyyətdə fərq qoymadan bunlara hər kəsin həmin bu yaşıl ailə modelində inklüziv yanaşmasından. Biz tarixi abidələrimizi, tarixi ocaqlarımızı, tarixi dəyərlərimizi mənimsəyərkən də orada yaşıl yanaşma metodunu irəli sürürük. Yaşıl yanaşma, yəni həmin o olan irsimizi də və o davam elətdirməyə də yaşıl yanaşma modelini ortaya qoymaq istəyirik. Dayanıqlı gələcək. Dayanıqlı gələcək deyəndə, yoldaşlar, dayanıqlı inkişaf deyə, dayanıqlı ətraf mühit deyə belə bir anlayış var. BMT-nin insan hüquqları bugün bütün dünyada sağlam ətraf mühitdə, sağlam havada, sağlam ekoloji mühitdə yaşamağı insan hüququ kimi qəbul edir. Biz insan hüquqları dedikdə bizim demokratik hüquqlarımız pozulmasın, bizim təhsil almaq hüququmuz var, bizim hüquq yardım almaq hüququmuz var, bizim başqa hüquqlarımızdan gedirdirsə söhbət. Bugün biz fərd olaraq bütün dünyada insanlar sağlam ətraf mühitdə yaşamaq hüququ var. Sağlam içməli su, sağlam sudan istifadə etmək hüququdur onun. Məsələn, Afrika ölkələrində, mən indi qayıdacam ora, o içməli su ehtiyatlarının azadılmasından danışanda, Afrika ölkələri çox ciddi əziyyət çəkirlər içməli su baxımından. Onların demək ki, hüquqları pozulur. Ətrafda, sağlam ətraf mühitdə yaşamaq və sağlam içməli sudan istifadə etmək hüququ. Bilirsiniz ki, Afrika ölkələrinin çoxunda insanlar çamur suyu içirlər, yağış suyu qalır orada. Onlar o suyu biz düşünürük ki, mümkün deyil içmək, amma insanın dili ödər o sudan parça-parça olursa insana bu su içmək məcburiyyətindirlər. Və qeyd elədiyim kimi, dünyanın ciddi problemi iqlim dəyişmələri dedim və onu da mən sizə istəyirəm, nəzərinizə çatdırım ki, dünyada baş verən iqlim dəyişmələri nəyin nəticəsində deyil ki, ekologiya elmi, gənc elmdir. Nəyin nəticəsində baş verdi, yoldaşlar? İnsanın təbiətlə təmasında, insanın elmi dildə antropogen təsiri nəticəsində təbiətdə, ətraf mühitdə ciddi problem. Təbiət üsyan elədir. O yüzden təbiət adam deyil ki, qışqırır ki, ayma məni məhv edirsiniz, məni qoymursunuz, mən rahat davam edeyim Allah Taala'nın mənə verdiyi yolla. Sənayinin inkişafı nəticəsində dünyanın böyük ölkələri var ki, iqlim dəyişmələri nə zaman baş verir, yoldaşlar? Ətraf mühitə atılan emisiya qazlarının, karbon qazının miqyası artdıqca qlobal istiləşmə baş verdi. Çünki hava qatında həmin o karbon qazı dövriyyəsini miqdarından artıq olduğu üçün qlobal iqlim dəyişmələri baş verdi ki, dünyanın, siz bilirsiniz ki, iqlim dəyişmələri ilə bağlı dünyanın ən mötəbər tədbiri də iqlim dəyişmələri ilə bağlı COP tədbirləri və keçən il dekabr ayında da bizim ölkəmiz belə bir tədbirə ev sahibliyi elədi və mən onu istəyirəm sizin nəzərinizə çatdırım və təbii ki, keçən illərin COP ərəfəsində çoxlu tədbirlər həyata keçirildi və Respublikanın elə bir rayon olmadı ki, və biz də ekoloji təşkilat olaraq çoxlu rayonları gəzdik. Bir kompozda biz keçən İsmailiyə gəlməmişdik, onun altındakı ilə gəlmişdik və insanlar baxdıq, gördük ki, nə gözəl, nə qədər ətraf mühitlə bağlı insanlarda maarifləndirmə işləri gedib və hər kəs artıq COP-un mahiyyətini başa düşürdü. Və mən qeyd edeyim ki, bax, bu boyda dünyada Azərbaycan kimi ovuc boyda olan ölkədə, dövlətdə COP29 tədbiri, təsəvvür edin, dünyada 29 dənə COP olubdur. Onun birinin Azərbaycana düşməyi, Azərbaycanın beynəlxalq aləmdə, Azərbaycanın dünya səviyyəsində nüfuzundan, çəkisindən, təbii ki, Azərbaycanın bu artan nüfuzunun çəkisində birbaşa ölkə rəhbərimiz Cənab İlham Əliyevin apardığı düzgün, doğru diplomatik
siyasətin nəticəsidir ki, Azərbaycana COP29-a ev sahibliyi etmək həvalə olundu və mən istəyirəm, yəqin ki, ondan da xəbəriniz var. Yoldaşlar, çox mötəbər tədbir idi və COP29 tədbiri indiyə qədər keçirilən COP tədbirlərinin içərisində son 10 ildə əldə olunmayan nəticələrə imza atdıq ki, məqsəd nə idi? Cənab Prezident COP ərəfəsi, COP-dan öncə dünyaya ötürdüyü mesajında deyirdi ki, biz ölkələr arasında diyaloq quracağıq. Diyaloq qurmaq niyə önəmliydi, niyə vacib idi, nədən əhəmiyyətli idi? Çünki ətraf mühitə mən qeyd etdiyim kimi sənayenin inkişafı nəticəsində ətraf mühitdə ciddi problemlər yarandı. Sənaye hansı ölkədə inkişaf edib? Amerika kimi ölkədə, Çində, Hindistanda, Rusiyada bu ölkələrin ətraf mühit problemlərinin yaranmasında, qlobal isləşmə problemlərinin yaranmasında birbaşa töhfəsi olan ölkələrdir ki, əziyyət çəkən kimdir, dağdan deyir, daş yumalananda getmin başına deyir, inkişaf etməkdə olan o kasıb ölkələr, bayaq qeyd ediyim kimi Afrika ölkələri və bu COP tədbirlərinin COP-un ümumiyyətlə qlobal iqlim dəyişmələri ilə bağlı keçirilən bu tədbirlərdə məqsəd nədən ibarətdir? Həmin o iqlim dəyişmələrinin baş verməsinə səbəb olan inkişaf etmiş güclü ölkələr, həmin o inkişaf etməkdə olan kasıb ölkələrə iqlim dəyişmələrindən baş verən fəsadların yumuşaldılmasına və insanların, cəmiyyətin buna adaptasiya olunması üçün tədbirlər həyata keçirmək lazımdır. Təbii ki, tədbirdə öz başına həyata keçirmək olmaz, buna maliyyə tələb olunur, onların da maliyyəsi yoxdur. Demək, həmin o güclü ölkələr, kasıb ölkələrə maliyyə yardımı göstərməli idilər ki, 10 il idi bununla bağlı real addımlar atılmırdı və biz Cənab Prezidentin COP öncəsi verdiyi o söz, verəcəyimiz tövbəni, həmin o diyalogu yaradacağıq deyəndə bu diyalog yarandı və ilk 10 ildən sonra birinci dəfə idi ki, tərpəniş oldu və çox ciddi nəticələr əldə olundu ki, həmin o COP tədbirlərində 3 milyard yarım dolların həmin o inkişaf etməkdə əziyyət çəkən ölkələrə yardımların olacağı ilə bağlı artıq müqavilələr imzalandı, artıq bu yöndə işlər görülməyə başladı. Bu o deməkdir ki, dünyada baş verən ətraf mühit məsələlərinə biz ölkə səviyyəsində xidmət göstəririk, tövbə veririk və işlər görürük. Və Azərbaycan da bu məsələlərdə mən bir şey də istəyirəm, Yaqut xanım, bir sözü mən istəyirəm ki, yoldaşlar bilsinlər ki, Azərbaycan dünyaya nə qədər tövbə verir, nə qədər işlər görür, dövlət səviyyəsində. Biz bugün yaşıl biz ətraf mühit siyasəti ölkənin 2020-30-cu illər arasında dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri 5-cidir ki, ətraf mühit problemlərini, qadın təşkilatları da ətraf mühit məsələlərinə tövbə veririk və Cənab Prezidentin həmin o fəaliyyət nəticəsində biz Azərbaycan iqtisadi cəhətdən ona görə güclüdür ki, nefti var, sərvəti var, satıb zəngin ölkədir, iqtisadiyyatı güclüdür, ona görə də erməni qonşularına meydan oxuyur. Amma bugün Azərbaycan ölkəsi dünyaya yaşıl iqtisadiyyat modelini qoyub ortaya ki, biz yaşıl enerji satırıq dünyaya. Ətraf mühitə ziyanı olmayan enerji, külək enerjisi, günəş enerjisi, biz bugün Avropaya yaşıl enerji nəql edirik və Cənab Prezident keçən illərin Naxçıvanı, Zəngəzuru və Qarabağı yaşıl zona elan elədi ki, orada ancaq yaşıl enerji istehsal olunacaq. Yanıqlı gələcəyi təmin eləmək deməkdir. Və biz bugün, bax, bu təlimlərdə, bu tədbirlərdə, ətraf mühit tədbirlərində yaşıl yanaşmanı, bugün biz sizin şuurunuzda yaşıl yanaşmanı istəyirik ki, o cücərtiləri ekolog, İctimaidir, bu televiziyalarda mən hər zaman ekspert qismində dəvət olunuram. Hər zaman deyirəm, yaşıl şuur
Biz uşaq olanda balaca 6, 7, 8 yaşında olanda orada mən insanlara göstərdim ki, filan kəslər, böyüklər, bax, hamınızı mən istəyirəm elə olasınız. Bunun nəticəsi elə ola biləcəksə və bu tədbirdən sonra hələ gedib evində, ailəsində balacalarını yığıb bir dənə ağac kolu bastıracaqsa nəticə odur. Nəticə odur, biz onu qazanmaq istəyirik. Bizim həyətimizdə 10-cu sinifdə oxuyanlar balacaları yığırdılar. Məsələn, bugün ağac əkmə günüdür. Biz bir havada, bir tohumda, bir yerimizlə, bir qazımızla bir ağac əkmə eləyirdik. Və sonradan da o vaxtda həyətlərdə kran olurdu, məhlədən su axırdı. O kranla hər gün şlam taxırdıq, hər öz ağacını sulayırdı. Həvəsində olan məsələ, yaşıl ailə qurumları, yaşıl düşüncə budur. Biz bunu qazanmaq istəyirik. Bugün var xanım, bizim Azərbaycan Respublikasının Qadınlar Cəmiyyəti bu layihəni quranda məqsədi oydu ki, yaşıl düşünən, yaşıl davrana bilən ailəmi qursun və həmin ağacı sulasınlar, həmin ağacın böyüməsinə fikir versinlər və həmin ağacın gəlib bir uşaq, bir böyük o ağacın bir kolunu, bir qənədini, budağını qırıb, nə bilim, bir nəsə eləmək istəyəndə qaça-qaça gəlsin ki, sən mənim ağacımın budağını qıra bilmərsən. Ulu Öndər nə deyirdi? Əgər bir insan bir ağacın bir budağını sındırırsa, o mənim qolumu kəsir deməkdir. Bax, yoldaşlar, biz bunu istəyirik. Biz bugün yaşıl düşünən ailə deyək. Bu günlərim yolda gedəndə biri küçəni zibilləyirsə, onun yaxasından tutsun. Bizim şuurunda onu formalaşdıraq ki, sənin nə ixtiyarın var o yeri çirkləndirirsən, mühiti çirkləndirirsən. Niyə suya girirsən, ora dəniz, bilmirəm, burada çayda nəticə, çiməndə niyə tullantını, suyu içirsən butulkanı, o plastik butulkanı, sudur, çaydır, kənarında suyun içine atıp gelirsən. Bax, bu nəsil yetişməlidir. Və bu nəsili yetişdirməkdən ötürü, mən bir 10 gün bundan qabaq televiziyadaydım, real televiziyada aparıcı mənə deyir ki, Qəmzə xanım, siz necə düşünürsünüz? Nə zaman həmin o yaşıl düşünə bilən, ətraf mühitin qayısına yetişə bilən nəsil, mən sizə ilk əvvəl başlayanda dedim, 10 il təhsil alırıq, 11 il riyaziyyat fənni keçirik, tutarında riyaziyyatçı olmuruq. Amma riyaziyyatdan anlayışımız olur, bilirik ki, nə deməkdir. Mən düşünürəm ki, çünki Azərbaycanda biz dediyim kimi ekologiya gənclə elmdir, yeni elmdir. Bir 50 ildən sonra biz bu düşüncəni formalaşdıracağıq. Formalaşmamışdır. Biz Belarusiyadaydıq. Biz aslında Müslümən yaxınlaşdı ki, какое вы право имеете сорить? Bax, bu günlərin biz o nəsli yetişdirməliyik. Biz bu günlərin həmin ətraf mühitin, təbiətin qaydına qalan, çünki sağlam ətraf mühit, sağlam gələcək deməkdir, sağlam nəsil deməkdir, sağlam həyat tərzini təbliğ eləməkdir və biz küçəni evimiz kimi saxlamalıyıq. Biz dünyanı qorumalıyıq. Çünki dünya bizim evimizdir. Hər bir vətəndaş bura öz töhfəsini verməlidir və mən düşünürəm ki, bugünkü Azərbaycan nəsli o yoldadır və biz o nəsli yetişdirəcəyik inşallah. Sağ olun. Teşekkür ederim. Gəncə bəndləri. Amma çox gözəl məlumatlar. Amma sağ olun, çox təşəkkür ederim. Ən vacib olan nöqtələrə toxundu. Ən vacib olan bizim həyatımızda olan dəqiqələrə, yerlərə toxundu. Yəni, burada gənclər də çoxdur. Elə bilirəm ki, sizin də gənc nəsil deməyə hüququnuz var, haqqınız var. Bu dediyi kimi, hər hansı bir insanı küçədə görürsünüz, nəyəsə zibilləyirsə, ona yaxınlaşır, öz sözü. Əlbəttə ki, mədəni şəkildə demək, hər bir adama nəyəsə demək mümkün deyil, o sənə onun cavabını qaytara bilər. Amma mədəni şəkildə deyir ki, gəlin biz ölkəmizi, şəhərimizi, vətənimizi qoruyaq və bu çirkabları özümüz çirkləndirməyək vətənimizi. Çox sağ olun, təşəkkür edirəm. Mən elə bilirəm, siz də yorulmuşsunuz, biz də sizi üzrlü yenə bir daha sayın ki, biz biraz gecikdik. Qəmzə xanım dedi ki, biz Mingəçevirdən gəlirik, orada bir tədbirimiz var idi. Ona görə bir daha üzr baxıb edirik və istərim ki, icra hakimiyyətinin başçısına və bütün komandasına təşəkkürümüzü bildirək. Bu binanın rəhbərliyinə, bilirəm ki, Qadın Komitəsinin mərkəzidir və onlara da təşəkkürümüzü bildirək ki, bizə belə şərait yaratdı, insanları dəvət etdilər və bu gözəl zalda biz tədbirimizi keçirə bildik və ən əsası da qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentləri
komandasına teşekkür edək ki, bizim layihəmizi qəbul edin və biz bugün sizlərlə görüş keçirdik. Çox sağ olun. Əgər sualınız varsa, kimsə nəysə soruşmaq istəyirsə, ya mənə, ya Qəmzə xanımına, ya... Suallarınız varsa yoldaşlar, mən Bahar xanım qeyd elədiyi kimi mən 5 saat danışaram. Mən əvvəldən danışmaq deyəndə mən də stop işlər danışa bilirəm, problem yoxdur. Amma istidir, sizi yormaq istəmirik. Siz də nahardasınız, Gülər xanım da işlədir. Gülər xanım çox sevirəm, biz keçədə çox telefonla danışmışdıq, amma elə biz yadınıza da gedirdik, gecəydi, Qəmzə xanım getməyin. Mən dedim, biz bir də otel filan axtarınca dedim, mən evimdə qonaq olum, Gülər xanım teşekkür, onda da sizə teşekkür eləmişdim. Amma bugün də bir şəxsən tanış olduq. İsmail'lə cəmatı özü bilir, mən qolumum burada uzun illər. İsmail'i yandı, mən deyirlər. Bəli, Yarqın xanım da İsmail'lə də, mənim qolumum da burada Gülər xanım bilir, uzun illər çox rəhbər vəzifədə. O yerin ki, Allah Teala o yeri xüsusi sevgi ilə yaradıb, yaşlılığı, suyu, İsmail'i yolda gəldi Barxam'a, mən deyirəm 1 saat, 8 dəqiqəlik yolda Barxam deyir, mən deyirəm 2 saat. O vaxt radar zat yox idi bizim vaxtımızda. Mingəçevirdə də o vaxtı çörək yeməyə, mən cavan vaxtı orada yaşamışam, o məktəbdə yaşayanda, mən qardaşlarım da Rusiyada yaşayırdı. Çörək yeməyə valideynə, ailənin istirahət edir, tərbiyəti. Mən çaşdırmışam, bak 1 saat 40 dəqiqə deyirəm, ay Barxam, mən 1 saat 40 dəqiqə, 1 saat 10 dəqiqəlik yolda öldürürdü bizi, yoldakı cəmaat gözləyir tezən. Yəni demək istəyirəm ki, o yer ki gözəldir, torpaq gözəldir, insan niyə yaşlananda büyüdüğü torpağı, o su içtiği torpağı istəyir. Çünkü yerde onu çeken torpaktır, o sudur, havadır. Ve buranın insanları tabii ki güzel insanlardır, mehriban insanlardır ve ziyalılık insanın bəli, bizim əzimiz Yaqub xanım qeyd elədiyi kimi qonaqpərvərdir və insanların Nizami deyir ki, ruhu gözəldir ki, qəlbi gözəldir. Gözəl o kəsmi ki, üzərində oxuyasınız, çok güzel şey. və biz istəyirik ki, bak, bugün biz sizə əslində gelmişi oxuyasınız. Onda çok güzel şeyler var. ve bu kitap eləyə bilməz Samiyə Bayram üçün. Bak yoldaşlar, bak eləyəndə biz ekoloji, sağlam düşünən, ekoloji şuuru formalaşdıra biləcəyik. Və sağlam düşünmək o demək ki, biz dünyaya, gələcək nəsillərə sağlam ətraf mühiti, sağlam dünyanı təqdim edirik. Teşekkür ederim etrafı məlumatçı. Zaten Teşekkür edirik. Qəzan qızım, ay xanımlar. Ve bütün şehitlerimize o cümleden sen valideyinle Allah Allah rəhmət eləsin kızım. O şəhid ailələrinin qarşısında evlatlarımıza da Allah rəhmət eləsin. Götür olsun.